Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Məşdağa Məmmədiyarov dairəsinə yaxın, tam belə deyək, yol və marşruta yaxın və qapısına qədər asfalt, 2-4 yarım torpaq sahəsinin üzərində belə bir gözəl şəxsi tikili həyət evimiz çıxıb satışa. Demək olar ki, qapısına qədər asfaltdır. Yalnız çölün bir fasadlanması, bir də evin içərisinin aboylarına ehtiyac var. Onun da nəzərinizə çatdıraq, kommunallarına qədər var və ilkin olaraq qiymət 65.000 manatdır. Evin sağ və sol hissələrində də girişi var. İnşallah indi həyəti təqdim edəcək sizlərə, sonra keçiləcək evin içərisinin təqdimatına. Böyük bir evdir. Fikir verin, qabaq hissəsində də zaldan çıxış qoyulub, teras kimi istəsə düzəldə bilər. Hətta evin qabağında da belə bir açıq terası var. Və giriş hissəsini də sizlərə təqdim edəcəm. Rahatçılıqla maşın həyətə daxil olur. Giriş hissəsini sizlərə təqdim edək. Və keçirik evin içərisinin təqdimatına. Koridordan ayrı-ayrı otaqlardır. İlkin olaraq zal hissəsini sizlərə təqdim edək. Böyük bir zalı var. Kiçik bir zal deyil. Yalnız aboyuna ehtiyacı var. Salonu sizlərə təqdim edək və burada da qeyd etmişdik. Qapı qoyulub teras üçün. Və keçid edək yataq otaqlarının təqdimatına. Burada bir yataq otağı nəzərdə tutulub, fikir verin. Bunlar da kiçik otaqlardır, böyük otaqlardır. İkinci yataq otağımızı sizlərə təqdim edək. Və keçid edək mətbəx hissəsinə. Mətbəx hissəsi böyük bir mətbəx hissəsini fikir verin. Aboy kimi hissəsi zövqə görə vurulacaq və eyni zamanda terası var. Və sanusiya hissəsini təqdim edək. Sanusiya hissəsi tam hazır bir vəziyyətdədir. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Məşdağa Məmmədiyarov dairəsində Palma Marketə yaxın bir ərazidədir. 200 yarım torpaq sahəsinin üzərindədir. Qeyd etdiyimiz kimi sənəd bələdiyyədir. Kommunalları var. Bir zal, 2 yataq, bir mətbəx, bir sanuzeldən ibarət. Qiymət 65.000 manatdır və səhifəmizi izlədiyiniz üçün Məşdağa Əmlak Əməkdaşları rəhbərliyi adına sizlərə dərin təşəkkürümüzü bildiririk.